Məmləkətdə sülh, cihanda sülh ilə tamamlanmalıdır. Atatürk'ün bu sözləri bugün də aktualdır və həqiqətən də aktuallığını itirməyib, əksinə böyüyür. İş orasındadır ki, rəsmi Ankara barışıq siyasətini apardıq zaman Kürt məsələsi demək olar ki, qardaş Türkiyədə həll olunur və Kürdlər Türkiyə cəmiyyətinin bir üzvüdürlər. Onlar özgə millət deyil. Amma digər tərəfdən Suriyanın daxilində olan, belə deyək, bu sülhü istəməyən, Suriya ərazi bütövlüyünü tanımayan, ona qarşı olan, ona qarşı çıxan başqa dövlətlərə, yəni belə deyək, havadarlarına, yəni onların məqsədinə işləyən sözsüz ki, bu vəziyyət belə davam edə bilməzdir. Rəsmi Dəməşq düzgün addım atıb. 2 həftə ərzində terrorçulara qarşı, separatizmə qarşı, necə ki, Azərbaycan ordusu 2023-cü ildə 19-20 sentyabr, yəni bir gündən də az müddətində həmin bu məsələni axıra kimi tamamlamışdı. Ona görə Suriya ordusu öz gücünü göstərdi. Suriya ordusu göstərdi ki, Türkiyənin hərbi qüvvələrinə ehtiyac yoxdur. Ərazi bütövlüyünə Suriya ordusu, yəni həmin bu vəzifə öhdəsindən gələ bilir və gəldi də. Bu günləri Suriya Demokratik Qüvvələri deyəndə bu dırnaq arası bir birləşmə idi. Çünki ərəblər faktiki olaraq girovdilər həmin bu güya ki birləşmədə. Çünki onların şəhərləri, onların kəndləri YPG-nin, Suriya Kürdlərinin, yəni separatçıların əlində idi. Ona görə onlar məcburiyyət qarşısında, amma bu həftələrdə necə oldu? Həmin bu ərəb qüvvələri onlara qarşı çıxdı. Əl-Raqqa, Deyr əz-Zor və digər bölgələrdə ərəblər, ilk öncə ərəblər savaşa girdi və o Suriya Kürdlərinin əlindən lazımi qədər texnikanı, lazımi qədər anbarları aldı əllərindən. Bu günləri Suriya Kürdləri yalnız 2 şəhərdə, Əl-Hasaka və Qamışlı 2 şəhərində cəmləşib. Halbuki Suriyanın 25% həmin bu Suriya Kürdlərinin əlində idi. Bütün neft, qaz yataqları, o cümlədən ən zəngin, böyük neft yatağı Əl-Omar yatağı və digərləri, su elektrik stansiyaları, su bəndləri və digər stratejik əhəmiyyəti malik olan obyektlər hamısı, yəni şərq bölgələrində olan hamısı bunların əlində cəmlənmişdir. Çünki bunlar işgal etmişdilər, zəbt etmişdilər. Amma bu başa düşüləndi. O zaman Bəşər Əl-Əsədə qarşı müharibə gedirdi. Amma 2024-cü ilin 8-i dekabrdan sonra hökumət gəldi. Hökumət formalaşıb, seçkilər keçirilib, parlamentə seçkilər keçdi. Suriya Kürdü, yəni Şeybani Xarici İşlər Naziri çox peşəkar, belə məharətlə öz vəzifəsindən, öhdəsindən gələn bir diplomatdır. Onlara yer ayrılıb Müdafiə Nazirliyində 1-2 müavin qismində, parlamentdə bir sıra yerlər bugünə kimi də onları gözləyir. Hasaka vilayətinin qubernator vəzifəsi də tapşırılıb onlara, indi bunlar qəbul edici, qəbul etməyəcək, amma qəbul edəcək. İndi Məzlum Abdi bunu qəbul edəcək şəxsən yaxud digəri təyin olunacaq. Bu əsas məsələ deyil. Əsas məsələ odur ki, Məzlum Abdinin oyunu keçmədi. O faktiki olaraq nə etmək istəyirdi? İsraili cəlb eləsin həmin bu qarşı durmaya. Halbuki İsrail ABŞ-ın sözündən çıxa bilməz. ABŞ-ın sözünə baxan bir ölkədir, obyektiv səbəblərə görə. İraqdakı Suriya müxtəlif partiyaların hərbi birləşmələrini, Peşmerganı ilk öncə cəlb eləmək istəyirdi həmin bu qarşı durmaya.
Məzlum Abdi həqiqətən də çox təxribatçı oyun aparırdı. İrak'ı, İsrail'i, Suriye'ni, Türkiye'ni cəmləşdirsin və hamısının arasında toqquşma baş versin. Böyük bir müharibə alovlansın həmin bu yaxın şərqdə. Halbuki Donald Trump, Azərbaycan, Türkiye və digər ölkələr çalışır ki, yaxın şərqdə əminamanlıq yaransın. Ona görə demək olar ki, bu 2 həftə ərzində Məzlum Abdinin və onun havadarlarının oyunu keçmədi. Onlar məğlub olub. Thomas Barak belli olduğu kimi həm Türkiyədə səfirdir, amma eyni zamanda yaxın şərq üzrə Donald Trump'ın çox vacib bir nümayəndəsidir, xüsusi nümayəndəsidir. O çox vacib bir cümlə işlətdi. O dedi ki, bugündən, yəni ayın 20'sindən sonra biz YPG'nin, Suriye Demokratik Qüvvələrinin, yəni onların yəni bizə dəstəyi yaxud köməyi ümumiyyətcə lazım deyil. Artıq bu məsələ tamamlanıbdır. Onlar nə əldə ediblər, nə ediblər, bunu bizim üçün, yəni ABŞ üçün etməyiblər. Onlar bunu ediblər Suriye dövləti üçün, Suriye ərazi bütövlüyü üçün. Baxdı ki, bununla da bütün bu məsələlər demək olar ki, ABŞ tərəfindən xitam verilir. Onlara faktiki, belə deyək də, göstərilib ki, onlar yalnız və yalnız Suriye Kürdləri təxribat yaratmadan inteqrasiya olunmalıdırlar. Suriye dövlətinə birləşməlidirlər, onun üzvü olmalıdırlar. Əsas məsələ ondan ibarətdir ki, yəni Suriye ordusunda müstəqil bir Kürd ordusu yarana bilməz. Necə ki Ələvi ordusu, necə ki Ərəb Sünni ordusu, yaxud Duruz ordusu, yaxud Kürd ordusu, Türkmen ordusu və s. bilaxır. Bu mümkün deyil. Suriye ordusu vahid olmalıdır, vahid olacaqdır. Suriye ərazi bütövlüyü vahiddir və onun buraxılış məntəqələri, yəni sərhəddə olan buraxılış məntəqələri yalnız və yalnız rəsmi Dəməşqə məxsus olmalıdır. Bir gün artıq bu belədir, həm İraq sərhədində və Türkiyə sərhədində. Yəni bu dözülməz hallıdır. Ona görə yəni düzdür, belə bir vəziyyətdə bəzi qruplaşmalar, mən deyərdim, İraqda olan Kürt qruplaşmalarından bəziləri, hansıların ki rəsmi Tehranla yaxınlığı var, onlar aranı qarışmaq istədilər. Amma bunu mümkün olmadı. Çünki onların gücü İraqın özündə də çox azdır, çox belə deyək, məhduddur. Suriye ordusu güclü bir ordudur. İraqın ordusu güclüdür. Peşmerganı götürü gözünü də Peşmerga həmin bu müdayiəni hadisələrə baş qoşmaq istəmədi. Düzdür, Barzani tayfasının nümayəndələri, Məsud Barzani də, Neçirvan Barzani də və digərləri Əhməd Əşşarəyə ilə də danışdılar və s. bilaxır. Hamısı bu baş veribdir. Amma onların məqsədi Suriye tərəfinə, Suriye ərazisinə soxulmaq və ora öz dəstələrini göndərmək, ordu göndərmək, belə bir şey yox idi. Amma İranın bu, belə deyək də, istəyi də baş vermədi, çünki bu mümkün deyil. İraqın yəni maraqları başqadır. İraqın maraqları, Suriye'nin maraqları, Türkiye'nin maraqları, Səud Ərəbistanın, Katarın, Birləşmiş Ərəb Əmirlikləri, Mısırın maraqları, Yordaniyanın maraqları, Livanın maraqları birdir. Əmin amanlı yaranmalıdır və heç bir vəclə rəsmi Tehran həmin bu oyunda yəni əsas rol oynaya bilməz. İranın Suriye'de artıq imkanları nəinki daralıbdır, ümumiyyətcə yoxdur. Ələvilər İranın sözünə baxmırlar. Tartus, Xmeymin, Lattaki ümumiyyətcə bütövlükdə bugün İranın nəzarətində deyil və ola da bilməyəcək. Bu günləri, yəni bu müddətdə, yəni İran Suriye'nin ərazisindən Livana bir kervan, yəni silahla dolu olan kervan göndərə bilməz. Çünki bunu İraq imkan verməz buna.
Irak ve Suriye buna imkan vermezler ve vermirler de. Ona göre yani imkanlar artık bellidir. Devletler, oyunda olan devletler de bellidir. Ona göre 2 hafta ərzində hem Suriye, hem Türkiye, hem Suudi Arabistan, hem ABŞ çok meharetle çevik terpendiler. İsrail'in özü. Halbuki İsrail de cəlb eləmək istəyirdiler. Halbuki bu İsrail'in oyunu değildi. Ama faktiki belə çıxırdı ki, güya ki onun arkasında İsrail durur. Sözsüz yani İsrail'in özü de bu oyunda iştirak etmek istemiyor. Düzdür. Sözsüz İsrail'in de öz maraqları var. Bu Süveyra vilayətinə aid olan, Druzlara aid olan məsələlərdir. Holand yüksəkliklərə aid olan məsələlərdir. Ama bu məsələlər iki tərəf arasında həll olunacaq. Suriye ve İsrail, özü de Suriye'nin ərazi bütövlüğü təmin olunmaq şərtiyle. Çünkü artık bu da bellidir ki ABŞ-ın özü de bazı qüvvələr hesab edirdi ki ABŞ da ABŞ-ın da bir neçə bazası var Suriye ərazisində. Və güya ki ABŞ həmin bazalar hərbçilərlə YPG-yə, yəni Məzlum Abdiyə hərbi kömək dəstək yəni verə bilər, kömək edə bilər. Amma ABŞ buna getmədi. Onunla da göstərib ki, rəsmi Vaşinqtonun xəbəri var. Bütün oyunlardan, bütün orada gedən proseslərdən məlumatlıdır. Və çox vacib oldu ki, Donald Trump və Recep Tayyip Erdoğan arasında telefon danışığı oldu. Və çox mühüm bir danışıq oldu və o danışıqdan sonra bəlli olduğu kimi Recep Tayyip Erdoğan da öz bəyanatını verib. Bununla da demək olar ki, vətəndaş qarşı durmasına xitam verilir. Suriye'nin karşısına duran bir mesele var, o da İsrail'e bağlı olan meseledir.